Bugün ulduzların hər bürc üçün hazırladığı sürprizlər heç də eyni olmayacaq. Bəzi bürcləri gözlənilməz bir xəbər, bəzilərini pul və işlə bağlı yeni imkanlar, bəzilərini isə sevgi və münasibətlərdə mühüm dəyişikliklər gözləyir. Ancaq diqqətli olun, hər bürc üçün gün yalnız xoş hadisələrdən ibarət deyil və bəzi qərarlar sonradan peşmanlıq yarada bilər. Bəs bugün kimin bəxti gətirəcək? Kim gözləmədiyi bir fürsətlə qarşılaşacaq? Hansı bürc pul, sevgi və karyera sahəsində şanslı olacaq, hansı bürc isə daha ehtiyatlı davranmalı olacaq? Qoç. Bugün qoçlar üçün həm insanlarla münasibətlər, həm də maliyyə baxımından maraqlı və ümidverici imkanlar gətirə bilər. Xüsusilə ətrafınızdakı insanlarla quracağınız əlaqələr günün gedişinə ciddi təsir göstərəcək. Sizi yalnız qarşılıqlı rəğbət deyil, eyni zamanda ortaq məqsədlər, işgüzar maraqlar və gələcəklə bağlı planlar birləşdirən insanlarla yaxınlaşmaq üçün əlverişli şərait yaranacaq. Bəzi görüşlər adi söhbət kimi başlasa da, sonradan sizin üçün mühüm əməkdaşlığın başlanğıcına çevrilə bilər. Buna görə də bugün yeni insanlarla ünsiyyətdən qaçmayın və qarşınıza çıxan imkanları diqqətlə qiymətləndirin. İş həyatında qüvvələri birləşdirmək xüsusilə faydalı olacaq. Uzun müddətdir tək başına həll etməyə çalışdığınız və getdikcə daha mürəkkəb görünən bir məsələ varsa, bugün həmin işdə sizə kömək edə biləcək insanla qarşılaşa bilərsiniz. Birgə fəaliyyət nəticəsində həm işin yükü azalacaq, həm də daha sürətli nəticə əldə etmək mümkün olacaq. Hər şeyi öz üzərinizə götürmək əvəzinə bacarıqlarınızı başqalarının təcrübəsi ilə birləşdirməyə çalışın. Komanda şəklində görülən iş bugün gözlədiyinizdən daha uğurlu nəticə verə bilər. Əgər yeni layihə üzərində düşünürsünüzsə, onu tək başına həyata keçirmək məcburiyyətində olmadığınızı unutmayın. Ətrafınızda sizin ideyalarınıza maraq göstərəcək və onları reallaşdırmaq üçün dəstək verməyə hazır insanlar ola bilər. Sizin üçün əhəmiyyətli olan məsələ düzgün tərəfdaş seçməkdir. Etibar edə biləcəyiniz, məqsədləri sizinlə üst-üstə düşən insanlarla əməkdaşlıq etmək gələcəkdə həm vaxtınıza, həm də enerjinizə qənaət edəcək. Maliyyə məsələlərində isə gün xüsusilə əhəmiyyətli ola bilər. Son vaxtlar maddi sıxıntılar yaşayan, gəlirlərini artırmaq barədə düşünən və vəziyyətdən çıxış yolu tapa bilməyən qoçlar üçün yeni imkanlar yaranacaq. Əvvəllər qarışıq görünən məsələlər tədricən aydınlaşacaq və pul qazanmağın hansı yollarının sizin üçün daha real olduğunu görəcəksiniz. Bu, əlavə iş, yeni əməkdaşlıq, biznes təklifi və ya mövcud fəaliyyətinizdən daha çox gəlir əldə etmək imkanı şəklində ortaya çıxa bilər. Bəzi qoçlar üçün isə konkret əməkdaşlıq təklifləri gündəmə gələcək. İlk baxışdan adi görünən bir təklif sonradan kifayət qədər sərfəli layihəyə çevrilə bilər. Buna görə də sizə təqdim olunan imkanları dərhal rədd etməyin. Təklifin bütün şərtlərini diqqətlə öyrənin, gələcək perspektivlərini qiymətləndirin və sizin üçün nə qədər faydalı olduğunu müəyyənləşdirin. Qarşı tərəflə açıq danışmaq və bütün vacib məsələləri əvvəlcədən müzakirə etmək gələcəkdə anlaşılmazlıqların qarşısını alacaq. Bugün maliyyə məsələlərində sizə düzgün istiqamət göstərəcək bir insanın məsləhəti də mühüm rol oynaya bilər. Bu şəxs xərclərinizi necə daha düzgün idarə etməyiniz, hansı alışlardan imtina etməyiniz və qazancınızı necə bölüşdürməyiniz barədə faydalı fikirlər verə bilər. Onun tövsiyələrinə qulaq asmaq lazımsız xərclərdən uzaq durmağa və pulunuzu daha səmərəli idarə etməyə kömək edəcək. Bəzən maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün daha çox qazanmaqdan əvvəl mövcud vəsaiti düzgün idarə etməyi öyrənmək lazımdır. Buğa. Bugünün ilk saatları sizin üçün bir qədər gözlənilməz və qarışıq keçə bilər. Səhərdən planlaşdırdığınız işlərin hansısa səbəbdən dəyişməsi, təxirə düşməsi və ya ümumiyyətlə başqa vaxta qalması mümkündür. Xüsusilə uzun müddətdir gözlədiyiniz bir səfər, görüş və ya şəxsi planınız varsa, onun baş tutmayacağı xəbəri əhvalınızı bir qədər poza bilər. İlk anda bütün gününüzün korlandığını düşünə bilərsiniz, amma bu hissə çox da aldanmayın. Çünki günün sonraki saatlarında hadisələrin istiqaməti sürətlə dəyişəcək və səhər yaşanan məyusluğun yerini daha xoş əhval-ruhiyyə tutacaq. Əgər səhər saatlarında qarşınıza çıxan maneə sizin nəzarətinizdən kənardadırsa, özünüzü günahlandırmayın və vəziyyəti zorla dəyişdirməyə çalışmayın. Bəzən planların pozulması sonradan daha yaxşı imkanların yaranmasına səbəb olur. Bugün də belə bir vəziyyətlə qarşılaşma ehtimalınız yüksəkdir. Əvvəlcə sizi narahat edən təxirə salma sonradan gözlənilməz bir fürsətin yaranmasına şərait yarada bilər. Ona görə də ilk uğursuzluğa görə bütün gününüzü mənfi düşüncələrlə keçirməyin.
İş və karyera sahəsində səhər saatlarında müəyyən gecikmələr və anlaşılmazlıqlar mümkündür. Görüşlərin vaxtı dəyişə, bəzi tapşırıqlar planlaşdırılandan gec tamamlana və ya həmkarlarınızdan birinin işi ilə bağlı problem sizin planlarınıza təsir göstərə bilər. Belə vəziyyətlərdə səbirli davranmaq və alternativ variantlar hazırlamaq vacibdir. Plan A baş tutmadıqda dərhal başqa bir yol tapmağa çalışın. Günün ikinci yarısında işlərin yenidən qaydasına düşməsi ehtimalı yüksəkdir. Maliyyə məsələlərində də günün əvvəlində ehtiyatlı olmaq faydalıdır. Planlaşdırmadığınız bir xərc ortaya çıxa bilər və ya müəyyən alış-verişi təxirə salmaq məcburiyyətində qala bilərsiniz. Lakin bu vəziyyət uzun müddətli maliyyə probleminə çevrilməyəcək. Əksinə, bəzi xərclərdən imtina etməyiniz sonradan büdcənizə müsbət təsir göstərə bilər. Böyük maliyyə qərarlarını səhər saatlarında emosional vəziyyətdə verməyin. Günün ikinci yarısında vəziyyəti daha aydın qiymətləndirə biləcəksiniz. Günortadan bir qədər sonra vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişməyə başlayacaq. Əhvalınız yüksələcək, qarşınızda yeni seçimlər və imkanlar açılacaq. Səhər sizi məyus edən hadisənin əslində o qədər də əhəmiyyətli olmadığını anlayacaqsınız. Hətta planlarınızın dəyişməsi sayəsində daha maraqlı bir işə və ya gözləmədiyiniz bir görüşə vaxt ayırmaq imkanınız yarana bilər. Bu dəyişikliklərə açıq yanaşmaq sizə fayda verəcək. Şəxsi münasibətlər baxımından günün ikinci yarısı xüsusilə uğurlu görünür. Ətrafınızda ünsiyyətindən zövq aldığınız, yanında özünüzü rahat hiss etdiyiniz insanlar daha çox olacaq. Dostlarla görüşmək, maraqlı söhbətlər etmək və birlikdə vaxt keçirmək əhvalınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Uzun müddətdir görmədiyiniz bir insanla təsadüfən qarşılaşmağınız da mümkündür. Bu görüş keçmişlə bağlı xoş xatirələri canlandıra və sizi sevindirə bilər. Sevgi həyatında da günün ikinci yarısı daha əlverişli olacaq. Münasibətdə olan buğalar səhərki gərginliyi tərəfdaşlarına əks etdirməməyə çalışmalıdırlar. Kiçik bir problemin ailə daxilində böyük mübahisəyə çevrilməsinə imkan verməyin. Axşam saatlarında birlikdə vaxt keçirmək, söhbət etmək və gün ərzində yaşanan hadisələri bölüşmək münasibətlərinizi daha da yaxınlaşdıra bilər. Subay buğalar üçün isə sosial çevrədə maraqlı tanışlıq ehtimalı var, bu insanla ünsiyyət ilk andan rahat və təbii alına bilər. Əgər bugün səfər və ya istirahət planınız varsa və onun təxirə düşməsi ehtimalı yaranarsa, çox məyus olmayın. Ola bilsin ki, həmin plan başqa vaxt daha yaxşı şəraitdə həyata keçsin. Əsas odur ki, yaranan boş vaxtı necə dəyərləndirəcəyinizi bilin. Evdə qalmaq əvəzinə dostlarla görüşmək, yeni bir yerə getmək və ya çoxdan təxirə saldığınız başqa bir işə vaxt ayırmaq əhvalınızı yüksəldə bilər. Əkizlər. Bugün sizin üçün xoş görüşlər, yenidən qurulan əlaqələr və gözlənilməz maliyyə imkanları ilə yadda qala bilər. Günün ilk saatlarından etibarən əhvalınızı yüksəldəcək bir xəbər və ya görüş alma ehtimalınız yüksəkdir. Xüsusilə uzun müddətdir görmədiyiniz, sizin üçün dəyərli olan və son zamanlar yoxluğunu hiss etdiyiniz bir insandan xəbər ala bilərsiniz. Bu xəbər gözlənilmədən gələ bilər və bütün gününüzün əhvalını dəyişə bilər. Keçmişdən gələn bu əlaqə sizə yalnız sevinc deyil, həm də bəzi mühüm imkanlar gətirə bilər. Əgər yaxınlarınızdan biri ilə aranızda inciklik və ya soyuqluq yaranıbsa, bugün ilk addımı atmaqdan çəkinməyin. Qarşı tərəfin də barışmaq üçün uyğun an gözləməsi mümkündür. Səmimi bir mesaj, telefon zəngi və ya üz-üzə söhbət uzun müddətdir davam edən küsülülüyə son qoya bilər. Bəzən münasibətləri düzəltmək üçün böyük sözlərə ehtiyac olmur. Sadəcə səmimi niyyətinizi göstərmək kifayətdir. Bugün atacağınız kiçik bir addım gələcəkdə münasibətlərinizi əvvəlkindən də möhkəm edə bilər. Köhnə dostluqları və peşəkar əlaqələri bərpa etmək üçün də əlverişli zamandır. Vaxtilə birlikdə işlədiyiniz, eyni layihədə iştirak etdiyiniz və ya müəyyən əməkdaşlığınız olmuş insanlarla yenidən əlaqə saxlamağı düşünün. Onlara özünüzü xatırlatmaq düşündüyünüzdən daha faydalı nəticə verə bilər. Həmin insanlar hazırda sizin bacarıqlarınıza ehtiyac duya və sizə maraqlı iş və ya əməkdaşlıq təklifi təqdim edə bilərlər. Keçmişdə qurduğunuz əlaqələrin bugün yenidən qarşınıza çıxması təsadüfi olmayacaq. İş və karyera baxımından günün ilk yarısı xüsusilə maraqlı imkanlar vəd edir. Keçmişdə birlikdə çalışdığınız bir şəxsdən gələn təklif sizin üçün yeni bir başlanğıc ola bilər. Bəlkə də əvvəllər yarımçıq qalmış bir layihəni yenidən davam etdirmək və ya daha böyük bir layihədə iştirak etmək imkanınız yaranacaq. Özünüzü göstərməkdən çəkinməyin.
Əldə etdiyiniz təcrübəni və bacarıqları düzgün təqdim etsəniz, yeni qapılar aça bilərsiniz. Maliyyə baxımından isə günün ikinci yarısı daha diqqət çəkən olacaq. Xüsusilə son vaxtlar maddi çətinlik yaşayan əkizlər üçün sevindirici xəbər gəlməsi mümkündür. Gözlədiyiniz ödənişin alınması, əlavə gəlir mənbəyinin ortaya çıxması, borcun qaytarılması və ya gözlənilməz maliyyə dəstəyi alma ehtimalı var. Bəzi hallarda bu xəbər o qədər gözlənilməz ola bilər ki, vəziyyətin necə bu qədər sürətlə dəyişdiyinə özünüz də təəccüblənəcəksiniz. Əgər uzun müddətdir müəyyən məbləğə ehtiyacınız varsa, bugün həmin vəsaiti əldə etmək üçün yeni bir imkan ortaya çıxa bilər. Lakin burada əsas məsələ yaranan fürsəti vaxtında görməkdir. Sizə təqdim olunan təklif və ya maliyyə imkanı ilk baxışdan çox sadə görünə bilər. Ona görə də onu diqqətlə araşdırın və dəyərini düzgün qiymətləndirin. Bəzən böyük dəyişikliklər çox kiçik bir fürsətlə başlayır. Maliyyə vəziyyətiniz yaxşılaşmağa başladıqda bütün vəsaiti dərhal xərcləməyə tələsməyin. Son vaxtlar yaşadığınız maddi sıxıntılar sizə müəyyən dərslər verib. Əldə etdiyiniz əlavə gəlirin bir hissəsini ehtiyatda saxlamaq, borcları azaltmaq və gələcək üçün maliyyə planı qurmaq daha düzgün seçim olacaq. Bugün əldə olunan imkanın uzun müddətli faydaya çevrilməsi sizin maliyyəni necə idarə etməyinizdən asılı olacaq. Xərçəng. Bugün xərçənglər üçün xüsusilə praktiki məsələlərin həlli baxımından uğurlu və məhsuldar keçəcək. Maliyyə, ev işləri, ailə əmlakı, sənədləşmə və hətta şəxsi bizneslə bağlı uzun müddətdir diqqət tələb edən məsələləri qaydaya salmaq üçün əlverişli gündür. Ən böyük üstünlüyünüz isə hadisələrə bu dəfə emosiyalarla deyil, soyuqqanlı və realist yanaşmağınız olacaq. Qarşınıza çıxan hər bir məsələni diqqətlə qiymətləndirəcək, nəyin həqiqətən vacib, nəyin isə sadəcə vaxt itkisi olduğunu asanlıqla ayırd edə biləcəksiniz. Xüsusilə maliyyə məsələlərində düzgün qərarlar qəbul etmək üçün əlverişli şərait yaranacaq. Gəlir və xərclərinizi yenidən nəzərdən keçirə, lazımsız ödənişləri müəyyənləşdirə və büdcənizi daha səmərəli şəkildə planlaşdıra bilərsiniz. Əgər son vaxtlar müəyyən maliyyə yükü sizi narahat edirdisə, bugün onun azaldılması üçün konkret çıxış yolu tapa bilərsiniz. Bəzi xərçənglər əlavə gəlir əldə etmək, mövcud işlərindən daha çox qazanc götürmək və ya gələcəkdə maliyyə sabitliyi yaradacaq yeni layihə üzərində düşünmək üçün yaxşı imkan əldə edəcəklər. Ev və ailə məsələlərində də mühüm işləri yoluna qoymaq mümkün olacaq. Təmir, alış-veriş, əmlakla bağlı qərarlar, sənədlərin hazırlanması və ya ailə büdcəsinin bölüşdürülməsi kimi məsələlər bugün daha rahat həll olunacaq. Əvvəllər çox mürəkkəb görünən bir məsələni hissə-hissə araşdırdıqda onun əslində o qədər də çətin olmadığını görəcəksiniz. Əsas odur ki, emosiyalara qapılmadan ardıcıl hərəkət edəsiniz. Şəxsi biznesi olan xərçənglər üçün gün xüsusilə məhsuldar ola bilər. Yeni layihənin planlaşdırılması, gələcək əməkdaşlıqların müzakirəsi, maliyyə hesablamalarının aparılması və biznesin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün münasib zamandır. Əgər son vaxtlar hansı istiqamətdə hərəkət etməli olduğunuz barədə tərəddüd edirdinizsə, bugün daha aydın qərar verə bilərsiniz. İntuisiya ilə məntiqi birləşdirmək sizə düzgün istiqaməti seçməyə kömək edəcək. Bugün ətrafınızdakı insanların təsirinə düşməməyiniz də çox vacib olacaq. Bəzi şəxslər sizi öz fikirlərinə inandırmağa, müəyyən qərarı dəyişməyə və ya sizin üçün sərfəli olmayan addım atmağa sövq edə bilərlər. Lakin bu dəfə onları dinləməklə kifayətlənəcək, qərarı özünüz verəcəksiniz. Hətta kifayət qədər hiləgər və manipulyativ davranan insanlar belə sizi çaşdırmaqda çətinlik çəkəcəklər. Sizin daxili hissləriniz və sağlam düşüncəniz hansı istiqamətdə hərəkət etməli olduğunuzu düzgün göstərəcək. Əgər qarşınıza şübhəli görünən bir təklif çıxarsa, onu dərhal qəbul etməyin. Bütün şərtləri diqqətlə araşdırın, qarşı tərəfin məqsədini anlamağa çalışın və yalnız bundan sonra qərar verin. Bugün özünüzə güvənmək xüsusilə vacibdir. Başqalarının fikrini eşitmək olar, amma son qərarı sizin məntiqiniz və həyat təcrübəniz müəyyən etməlidir. İş və karyera sahəsində də uğurlu nəticələr mümkündür. Günün ilk yarısında bir neçə vacib məsələni eyni anda həll edə bilərsiniz. Səhər saatlarında enerjiniz və diqqətiniz yüksək olacaq. Buna görə də ən çətin və çoxdan təxirə saldığınız işləri məhz günün əvvəlində görmək daha məqsədə uyğundur. Günortaya qədər bir çox məsələnin tamamlandığını görüb özünüz də təəccüblənə bilərsiniz. Ən maraqlısı isə odur ki, bütün bu işləri gördükdən sonra günün ikinci yarısında özünüz üçün kifayət qədər vaxtınız qalacaq.
Bu vaxtı yalnız evdə oturaraq keçirmək əvəzinə sizi rahatladan və zövq verən fəaliyyətə ayırmaq yaxşı fikir olacaq. Maraqlı bir səfərə çıxmaq, şəhərdən kənara getmək, yeni bir məkan görmək və ya çoxdan planlaşdırdığınız gəzintini həyata keçirmək üçün münasib gündür. Köhnə dostlarla görüş də sizə xüsusi zövq verə bilər. Uzun müddətdir görmədiyiniz insanlarla bir araya gəlmək, keçmiş günləri xatırlamaq və səmimi söhbətlər etmək əhvalınızı xeyli yüksəldəcək. Bəzi köhnə tanışlarınızdan maraqlı xəbərlər də ala bilərsiniz. Hətta bu görüşlərdən biri gələcəkdə faydalı əməkdaşlığın və ya yeni bir layihənin başlanğıcına çevrilə bilər. Şiir. Bugün şiirlər üçün 2 fərqli mərhələdən ibarət olacaq. Günün ilk yarısında bəzi gözlənilməz və xoşagəlməz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Səhər saatlarında planlarınızın pozulması, narahat edən söhbət və ya heç gözləmədiyiniz maliyyə xərci əhvalınızı aşağı sala bilər. İlk anda baş verən hadisəni olduğundan daha böyük problem kimi qəbul etməyin. Çünki bu çətinliklər uzun müddətli olmayacaq və günün ikinci yarısında vəziyyət tamamilə dəyişəcək. Xüsusilə maliyyə məsələlərində diqqətli olmaq lazımdır. Başqasının səhvinin nəticəsini siz aradan qaldırmalı, onun məsuliyyətini müəyyən mənada üzərinizə götürməli və ya başqasının borcunu qaytarmaq məcburiyyətində qala bilərsiniz. Söhbət böyük məbləğdən getməsə də bu vəziyyətin özü sizi əsəbləşdirə bilər. Niyə məhz mən bununla məşğul olmalıyam, sualı ağlınızdan keçə bilər. Əslində isə bu məsələni həll etmək sizin üçün ciddi maliyyə böhranı yaratmayacaq. Sadəcə həmin an ədalətsiz vəziyyətlə üzləşmək xoşunuza gəlməyəcək. Əgər kimsə sizdən maddi kömək istəyərsə, qərar verməzdən əvvəl vəziyyəti diqqətlə qiymətləndirin. Başqasının məsuliyyətsizliyinin nəticələrini hər dəfə öz üzərinizə götürmək məcburiyyətində deyilsiniz. Əlbəttə, yaxın insana yardım etmək istəyirsinizsə, bunu edə bilərsiniz, amma imkanlarınızı nəzərə alın. Xüsusilə emosional təsir altında böyük vədlər verməkdən çəkinin. Bugün maliyyə məsələlərində sərhədlərinizi qorumaq vacib olacaq. İş həyatında da səhər saatlarında müəyyən narahatlıqlar mümkündür. Həmkarlarınızdan birinin buraxdığı səhv sizin işinizə təsir göstərə bilər. Hazırladığınız plan dəyişə, əlavə tapşırıq ortaya çıxa və ya vaxtınızı gözlənilməz bir məsələ almağa başlaya bilər. Belə vəziyyətdə əsəbləşmək asandır, amma bu problemi həll etməyəcək. Ən yaxşısı vəziyyəti sakit şəkildə qiymətləndirmək və nəyi dəyişə biləcəyinizi müəyyənləşdirməkdir. Günün ilk yarısında yaşanan bəzi söhbətlər də sizi narahat edə bilər. Kimsə sizə haqsız irad bildirə, əvvəllər bağlandığını düşündüyünüz bir məsələni yenidən gündəmə gətirə və ya sizi izahat verməyə məcbur edə bilər. Sözünüzü demək haqqınız var, amma emosional reaksiya verməkdən çəkinin. Bir neçə saat sonra həmin söhbət sizə əvvəlki qədər vacib görünməyəcək. Bəzi şiirlər baş verən hadisələri uzun müddət düşünməyə meyilli ola bilərlər. Kaş belə deməzdim, kaş həmin anda başqa cür davranardım kimi fikirlər sizi yoracaq. Amma özünüzü günahlandırmağın mənası yoxdur. Bu, sadəcə günün ilk yarısının yaratdığı müvəqqəti gərginlikdir. Baş verənləri dərs kimi qəbul edin və diqqətinizi günün daha müsbət hissəsinə yönəldin. Günün ikinci yarısında isə vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişəcək. Enerjiniz artacaq, əhvalınız yaxşılaşacaq və səhər sizi narahat edən problemlərə daha fərqli gözlə baxacaqsınız. Bir qədər əvvəl böyük görünən məsələlərin əslində həll edilə biləcək qədər sadə olduğunu anlayacaqsınız. Üstəlik, özünüzdə yeni işlərə başlamaq və həyatınızda dəyişiklik etmək istəyi hiss edəcəksiniz. Sevgi həyatında isə nikbinlik ön plana çıxacaq. Münasibətdə olan şiirlər tərəfdaşları ilə gələcəklə bağlı yeni planlar qura bilərlər. Birlikdə səyahət, evlə bağlı dəyişiklik, yeni fəaliyyət və ya başqa bir məqsəd barədə danışmaq münasibətləri canlandıra bilər. Subay şiirlər üçün isə günün ikinci yarısında maraqlı tanışlıq ehtimalı var, xüsusilə sosial mühitdə və ya dostların vasitəsilə qarşılaşacağınız insan sizdə xoş təəssürat yarada bilər. Qız. Bugün qızlar üçün günün ilk yarısı bir qədər gərgin və gözlənilməz başlaya bilər. Xüsusilə mühüm bir işə başlamağı planlaşdırmısınızsa və bu işdə yaxınlarınızdan, dostlarınızdan və ya əvvəllər birlikdə çalışdığınız etibarlı insanlardan birinin köməyinə arxalanmısınızsa, planlarınızın pozulması mümkündür. Razılaşdığınız şəxs gecikə, görüşü unuda və ya son anda ortaya çıxan başqa bir səbəbə görə sizə kömək edə bilməyə bilər. İlk anda bu vəziyyət sizi əsəbləşdirə və indi bu işi necə həll edəcəyəm sualını düşündürə bilər.
Lakin narahat olmağa dəyməz. Əslində, baş verən bu kiçik uğursuzluq sizin üçün bir növ sınaq olacaq. Əvvəlcə başqasının dəstəyinə ehtiyacınız olduğunu düşünsəniz də, bir qədər sonra öz gücünüzə arxalanaraq həmin işin öhdəsindən çox yaxşı gəldiyinizi görəcəksiniz. Hətta bəzi qızlar nəticənin başqasının köməyi ilə əldə edə biləcəklərindən daha yaxşı olduğunu anlayacaqlar. Bu vəziyyət sizə öz bacarıqlarınızı bir daha xatırladacaq və gələcəkdə çətin məsələlər qarşısında daha inamlı davranmağınıza kömək edəcək. İş və karyera sahəsində səhər saatlarında planlarınızda müəyyən dəyişikliklər mümkündür. Görüşün vaxtı dəyişə, həmkarınız gözlənilən vaxtda işə qoşulmaya və ya əvvəlcədən razılaşdırılmış tapşırıq son anda sizin üzərinizdə qala bilər. Belə vəziyyətdə əsəbləşmək və bütün planı ləğv etmək əvəzinə alternativ yol tapmağa çalışın. Qızların əsas üstünlüyü məhz belə anlarda özünü göstərir. Siz vəziyyəti sürətlə analiz edib çıxış yolu tapa bilirsiniz. Əgər kimsə verdiyi sözü yerinə yetirməsə, bunu şəxsi təhqir kimi qəbul etməyin. Ola bilsin ki, qarşı tərəfin həqiqətən də gözlənilməz səbəbi yaranıb. Hər halda, həmin insanın səhvinə görə bütün gününüzü korlamaq lazım deyil. Bir qədər səbirli olun və öz planınızı yenidən qurun. Günün sonunda anlayacaqsınız ki, hadisələr sizin düşündüyünüz qədər pis olmayıb. Bugün həm də müstəqil qərar vermək bacarığınız güclənəcək. Başqasının məsləhətinə və ya köməyinə ehtiyacınız olduğunu düşündüyünüz məsələlərdə belə özünüzün kifayət qədər güclü resurslara sahib olduğunuzu görə bilərsiniz. Bu, gələcəkdə daha böyük məsuliyyətlərdən qorxmamağınıza kömək edəcək. Bəzi qızlar məhz bugün yeni bir məqsədə doğru tək başına hərəkət etmək qərarına gələ bilərlər. Günün ikinci yarısı isə tamamilə fərqli atmosfer gətirəcək. Yeni işlərə başlamaq, yeni layihələrə qoşulmaq və əvvəllər təcrübəniz olmayan sahələrdə özünüzü sınamaq üçün əlverişli vaxtdır. Qarşınıza çıxan tapşırıq ilk baxışdan mürəkkəb görünə bilər. Onu yerinə yetirmək üçün çoxlu yeni məlumat öyrənməli, müxtəlif detalları araşdırmalı və bəzi məsələləri yenidən başa düşməli ola bilərsiniz. Lakin bugün sizin öyrənmə qabiliyyətiniz çox yüksək olacaq. Yeni məlumatları əvvəlkindən daha sürətlə yadda saxlayacaq və əldə etdiyiniz biliklərin gələcəkdə hansı sahədə işinizə yaraya biləcəyini tez anlayacaqsınız. Bu, xüsusilə peşəkar inkişaf üçün əla fürsətdir. Qarşınıza çıxan təlim, kurs, yeni proqram və ya iş prosesi ilə bağlı öyrənmə imkanlarını ciddi qiymətləndirin. Bugün öyrəndiyiniz bir bacarıq bir neçə ay sonra sizin üçün mühüm üstünlüyə çevrilə bilər. Əgər iş yerində sizə yeni məsuliyyət təklif olunarsa, bundan dərhal qorxmayın. Bəzi tapşırıqların öhdəsindən gəlmək üçün əvvəlcə müəyyən biliklərə sahib olmasanız da, onları qısa müddətdə öyrənə bilərsiniz. Əsas üstünlüyünüz detalları tez mənimsəməyiniz və öyrəndiklərinizi praktikada tətbiq etməyiniz olacaq. Bu səbəbdən günün ikinci yarısında yeni başlanğıclardan qaçmaq əvəzinə onları inkişaf üçün bir fürsət kimi qəbul edin. Sevgi həyatında münasibətdə olan qızlar tərəfdaşlarından daha çox dəstək gözləyə bilərlər. Lakin qarşı tərəfin hər zaman sizin gözləntilərinizə uyğun davranmayacağını qəbul etmək münasibətlərdə gərginliyin qarşısını alacaq. Subay qızlar üçün isə yeni tanışlıqdan çox, yeni insanlarla ünsiyyət və sosial çevrənin genişlənməsi baxımından maraqlı imkanlar görünür. Qarşınıza çıxan insanlardan biri gələcəkdə həm dost, həm də peşəkar tərəfdaş kimi həyatınızda mühüm rol oynaya bilər. Tərəzi. Bugün tərəzilər üçün həm işgüzar əlaqələr, həm də yeni ideyalar baxımından olduqca maraqlı və məhsuldar keçə bilər. Xüsusilə günün ilk yarısında qarşınıza çıxacaq insanlara və quracağınız yeni əlaqələrə diqqət yetirin. Adi və təsadüfi görünən bir görüş sonradan həyatınızda mühüm rol oynaya bilər. Söhbət ilk baxışdan sadəcə gündəlik ünsiyyət təsiri bağışlasa da, onun nəticəsində yeni iş imkanları, əməkdaşlıq təklifləri və ya şəxsi biznesinizin inkişafı üçün faydalı əlaqələr yarana bilər. Günün başlanğıcı məhz sizi gələcəkdə dəstəkləyə biləcək insanlarla tanış olmaq üçün əlverişlidir. İş layihələrinizdən biri üçün maliyyə və ya təşkilati dəstəyə ehtiyacınız varsa, bugün həmin istiqamətdə mühüm bir əlaqə qura bilərsiniz. Sizi dinləyəcək, ideyalarınıza maraq göstərəcək və onları həyata keçirmək üçün konkret dəstək təklif edəcək insanlar qarşınıza çıxa bilər. Buna görə də gün ərzində tanış olduğunuz insanları yalnız hazırki söhbətin çərçivəsində qiymətləndirməyin. Onların gələcəkdə sizin üçün hansı imkanları yarada biləcəyini də düşünün. Əgər şəxsi bizneslə məşğulsunuzsa, günün ilk yarısında quracağınız əlaqələr xüsusilə faydalı ola bilər.
Yeni tərəfdaş, investor, müştəri və ya sizi doğru insanlarla tanış edə biləcək bir vasitəçi ilə qarşılaşmaq mümkündür. Qarşınızdakı insanın sizin layihənizlə maraqlanması üçün çox rəsmi təqdimata ehtiyac olmaya bilər. Səmimi və təbii söhbət zamanı ideyalarınız haqqında danışmağınız belə kifayət edə bilər. Hətta görüş tamamilə qeyri-rəsmi şəraitdə baş versə də, nəticəsi kifayət qədər işgüzar ola bilər. Məsələn, dost məclisində, tədbirdə, kafedə və ya başqa bir sosial mühitdə tanış olduğunuz insan gələcəkdə sizin üçün mühüm əməkdaşlığa çevriləcək bir təklif verə bilər. Buna görə də bugün ünsiyyətdə olduğunuz insanlara diqqətlə qulaq asın. Bəzən ən mühüm fürsətlər rəsmi görüşlərdə deyil, gözlənilməz və rahat söhbətlər zamanı ortaya çıxır. İş və karyera sahəsində öz ideyalarınızı açıq şəkildə ifadə etməkdən çəkinməyin. Əgər uzun müddətdir düşündüyünüz bir layihə varsa, onun haqqında danışmaq üçün uyğun zaman ola bilər. İnsanların reaksiyası sizə ideyanızın hansı tərəflərinin daha güclü, hansılarının isə əlavə işlənməyə ehtiyac duyduğunu anlamağa kömək edəcək. Tənqidi fikirləri də şəxsi hücum kimi qəbul etməyin. Düzgün yanaşsanız, başqalarının məsləhətləri layihənizi daha da təkmilləşdirə bilər. Maliyyə məsələlərində isə tələsmədən, amma perspektivləri nəzərə alaraq hərəkət etmək faydalıdır. Yeni biznes imkanları və əlavə gəlir mənbələri haqqında düşünə bilərsiniz. Qarşınıza sərfəli görünən təklif çıxarsa, onun bütün şərtlərini araşdırın. Xüsusilə uzunmüddətli əməkdaşlıq və böyük maliyyə yatırımı tələb edən layihələrdə yalnız ilk təəssürata əsaslanmayın. Ətraflı məlumat topladıqdan sonra qərar vermək daha düzgün olacaq. Günün ikinci yarısı isə tərəzilər üçün tamamilə başqa bir atmosfer yaradacaq. Bu saatlarda yaradıcılıq, düşüncə və araşdırma qabiliyyətiniz güclənəcək. Sizi maraqlandıran mürəkkəb mövzular üzərində düşünməkdən xüsusi zövq alacaqsınız. Əgər uzun müddətdir həllini tapa bilmədiyiniz bir məsələ varsa, bugün ona tamamilə fərqli tərəfdən yanaşa bilərsiniz. Əvvəllər diqqət etmədiyiniz bir detal gözünüzə dəyə və problemin həllini aparan əsas ipucu ola bilər. Faktları müqayisə etmək, müxtəlif məlumatları bir araya gətirmək və hadisələr arasında əlaqə qurmaq bugün sizin üçün daha asan olacaq. Xüsusilə elmi araşdırma, təhsil, analitik iş, yazı, yaradıcılıq və intellektual fəaliyyətlə məşğul olan tərəzilər bu enerjidən maksimum faydalana bilərlər. Yeni bir ideya yarana bilər və həmin ideya gələcəkdə mühüm layihənin başlanğıcına çevrilə bilər. Əgər təhsil alırsınızsa və ya yeni bir sahə öyrənirsinizsə, bugün mürəkkəb mövzuları daha asan mənimsəyə bilərsiniz. Əqrəb. Bugün əqrəblər üçün ziddiyyətli, sürprizlərlə dolu və kifayət qədər dinamik keçəcək. Hadisələr bir-birini çox sürətlə əvəz edə bilər və gün ərzində bir neçə dəfə planlarınızı dəyişməli, yeni vəziyyətlərə uyğunlaşmalı ola bilərsiniz. Sakit və əvvəlcədən tam müəyyən edilmiş bir gün gözləyirsinizsə, bugün istədiyiniz kimi olmayacaq. Ancaq maraqlısı budur ki, baş verən dəyişikliklər sizi yorub bezdirmək əvəzinə, əksinə hərəkətə gətirə və ilhamlandıra bilər. Əqrəblər adətən vəziyyətə nəzarəti öz əllərində saxlamağı sevirlər. Lakin bugün hər şeyi əvvəlcədən hesablamaq mümkün olmayacaq. Qarşınıza gözlənilməz təkliflər, dəyişən planlar və yeni seçimlər çıxa bilər. Bir qədər əvvəl verdiyiniz qərarı yenidən nəzərdən keçirmək, başqa istiqamətdə hərəkət etmək və ya tamamilə yeni bir variant seçmək məcburiyyətində qala bilərsiniz. Bu, ilk baxışdan narahatlıq yaratsa da, əslində sizin üçün maraqlı təcrübəyə çevriləcək. Günün əsas üstünlüyü ondan ibarətdir ki, dəyişən şəraitə tez uyğunlaşmaq bacarığınız yüksək olacaq. Başqaları çaşqınlıq yaşadığı halda siz hadisələrin məntiqini daha sürətlə başa düşə bilərsiniz. Qarşınıza çıxan hər vəziyyətdə indi nə etməliyəm sualına cavab tapmaq üçün çox düşünməyiniz lazım gəlməyəcək. İntuisiyanız və həyat təcrübəniz sizə düzgün istiqaməti göstərəcək. İş və karyera sahəsində bu dinamika xüsusilə hiss olunacaq. Gün ərzində əvvəlcədən nəzərdə tutulmayan bir tapşırıq ala, yeni layihəyə cəlb oluna və ya başqa insanlarla birlikdə işləməli ola bilərsiniz. Əgər dəyişikliklərə açıq olsanız, bu vəziyyətdən böyük fayda əldə edə bilərsiniz. Bəzi əqrəblər məhz gözlənilməz bir tapşırıq sayəsində öz bacarıqlarını rəhbərliyə və ya nüfuzlu şəxslərə göstərmək imkanı qazanacaqlar. Yeni ideyalarınız varsa, onları həyata keçirmək üçün bu dinamik atmosferdən istifadə edin. Bugün adi yanaşmalardan fərqli düşünmək daha asan olacaq. Hadisələrin sürətli inkişafı sizi yeni həllər axtarmağa məcbur edəcək və nəticədə əvvəllər ağlınıza gəlməyən fikirlər ortaya çıxa bilər.
Bəzən ən yaxşı ideyalar məhz gözlənilməz vəziyyətlər zamanı yaranır. Maliyyə məsələlərində isə günün ortasında daha diqqətli olmaq lazımdır. Kiçik maliyyə itkisi ehtimalı var, xüsusilə alış-veriş zamanı qiymət müzakirə edərkən, müqavilə şərtlərini oxuyarkən və ya hansısa məhsul və xidmət üçün ödəniş edərkən diqqətinizi yayındırmayın. Söhbət böyük məbləğdən getməsə də, sonradan biraz daha diqqətli olsaydım, belə olmazdı düşüncəsi sizi narahat edə bilər. Bəzi əqrəblər alış-veriş zamanı qiyməti daha sərfəli etmək üçün satıcı ilə danışmaq istəyəcəklər. Lakin bu zaman tələsik qərar vermək və ya detalları tam dəqiqləşdirmədən razılaşmaq düzgün olmaz. Satıcının sizi qəsdən aldatdığı qənaətinə gəlmək də doğru deyil. Sadəcə anlaşılmazlıq və ya diqqətsizlik nəticəsində gözlədiyinizdən bir qədər çox pul ödəyə bilərsiniz. Bu səbəbdən alış-veriş zamanı qiyməti, məhsulun xüsusiyyətlərini və bütün şərtləri əvvəlcədən dəqiqləşdirin. Əgər bugün mühüm sövdələşmə və ya müqavilə bağlamağı planlaşdırırsınızsa, mümkün qədər etibarlı variantlara üstünlük verin. Ox atan. Bugün ox atanlar üçün əsas məsələ hər şeyi eyni anda etməyə çalışmamaq və vaxtlarını düzgün bölüşdürmək olacaq. Siz bir neçə işi paralel şəkildə aparmağa, bir tapşırığı bitirmədən digərinə keçməyə və bütün planlarınızı mümkün qədər tez həyata keçirməyə öyrəşmisiniz. Lakin bugün belə yanaşma gözlədiyiniz nəticəni verməyə bilər. Nə qədər enerjili və həvəsli olsanız da, bütün işlərə eyni anda çatdırmaq çətin olacaq. Buna görə də günün əvvəlindən prioritetləri müəyyənləşdirmək və ən vacib məsələlərdən başlamaq daha düzgün seçimdir. Əgər qarşınızda bir neçə ciddi tapşırıq varsa, onların hamısını eyni gündə tamamlaya bilməyəcəyinizi əvvəlcədən qəbul edin. Bu, uğursuzluq demək deyil. Sadəcə vaxt və enerji imkanlarınızı düzgün qiymətləndirmək lazımdır. Gün ərzində bəzi işləri təxirə salmalı, bir qismini isə növbəti günə keçirməli ola bilərsiniz. Əsas odur ki, vacib məsələlər diqqətdən kənarda qalmasın. Siz ən mühüm tapşırıqları vaxtında yerinə yetirə biləcəksiniz. Bugün işləri mərhələlərə bölmək xüsusilə faydalı olacaq. Əvvəlcə ən təcili məsələni həll edin, sonra növbəti tapşırığa keçin. Bir neçə işi eyni anda idarə etməyə çalışdıqca diqqətiniz dağılacaq və xırda səhvlərə yol vermək ehtimalınız artacaq. Əksinə, bir işə tam diqqət ayırdıqda onu daha sürətli və keyfiyyətli başa çatdıracağınızı görəcəksiniz. Günün başlanğıcı bir qədər yorucu keçə bilər. Səhər saatlarında harasa getməli, uzun yol qət etməli və ya əvvəlcədən planlaşdırmadığınız bir yerdə olmalı ola bilərsiniz. Bu səfər və ya gediş sizin üçün xüsusi zövq yaratmaya bilər. Əksinə, vaxt itkisi kimi görünə bilər. Lakin bu mərhələni mümkün qədər sakit qarşılayın. Səhər yaşanan yorğunluq günün ümumi əhvalını müəyyən etməyəcək. Bəzi ox atanların fiziki baxımdan da daha çox işləməsi lazım gələcək. Evdə ağır iş, əşyaların daşınması, təmir, uzun müddət ayaqüstə qalmaq və ya başqa fiziki fəaliyyət gündəlik planınıza əlavə oluna bilər. Əgər belə bir iş qarşıya çıxarsa, hər şeyi tək başına görməyə çalışmayın. Kömək etmək istəyən insan varsa, onun dəstəyini qəbul edin. Bu, həm vaxtınıza, həm də enerjinizə qənaət edəcək. İş və karyera sahəsində günün əsas dərsi planlaşdırmanın əhəmiyyətini göstərmək olacaq. Əgər son vaxtlar bir neçə işi eyni vaxtda üzərinizə götürmüsünüzsə, bugün onların arasında seçim etməli ola bilərsiniz. Hansı işin daha çox əhəmiyyət daşıdığını müəyyənləşdirin və diqqətinizi ona yönəldin. İkinci dərəcəli məsələləri isə imkan olduqca sonraya saxlayın. Rəhbərlik və ya həmkarlar sizdən gözlənilməz bir tapşırıq tələb edə bilərlər. İlk anda bunun bütün planlarınızı pozacağını düşünə bilərsiniz. Lakin düzgün ardıcıllıq qurduqda yeni tapşırığı da mövcud işlərinizlə uyğunlaşdırmaq mümkün olacaq. Əsas məsələ panikaya düşməmək və hamısını indi etməliyəm düşüncəsindən uzaq durmaqdır. Maliyyə məsələlərində gün ciddi risklər vəd etmir. Bununla belə vaxtınızı və pulunuzu eyni anda çoxsaylı istiqamətlərə xərcləməkdən çəkinin. Bir neçə alış-veriş və ya müxtəlif planlarınız varsa, onların hamısını eyni gündə həyata keçirməyə çalışmayın. Əvvəlcə ən vacib ehtiyaclarınızı müəyyənləşdirin. Beləliklə, həm büdcənizi, həm də enerjinizi daha düzgün idarə edə bilərsiniz. Günün ikinci yarısında isə vəziyyət xeyli dəyişəcək. Səhər saatlarında özünüzü yorğun və bir qədər sıxılmış hiss etsəniz də, sonradan daha sərbəst və inamlı olacaqsınız.
Qarşınızda daha çox seçim görəcək və günün əvvəlindəki tələsik atmosferdən uzaqlaşacaqsınız. İşlərinizin böyük hissəsini qaydaya saldıqdan sonra özünüzə vaxt ayırmaq imkanınız yaranacaq. Oğlaq. Bugün oğlaqlar üçün həm mühüm məsələləri həll etmək, həm də yaxın insanlarla münasibətləri möhkəmləndirmək baxımından əlverişli olacaq. Xüsusilə günün ilk yarısında yaranan müsbət atmosferdən düzgün istifadə etsəniz, yalnız özünüzlə bağlı deyil, ailə üzvlərinizin və sizə yaxın insanların həyatına təsir edən bir sıra vacib məsələləri də yoluna qoya bilərsiniz. Əsas üstünlüyünüz isə tək başına hər şeyi etməyə çalışmaq əvəzinə bu dəfə qüvvələri birləşdirməyin daha səmərəli olduğunu başa düşməyiniz olacaq. Əgər ailədə və ya yaxın çevrədə bir müddətdir həllini gözləyən məsələ varsa, bugün onu müzakirə etmək üçün münasib zamandır. Söhbət ev, maliyyə, əmlak, səfər, iş və ya gələcəklə bağlı başqa bir qərardan gedə bilər. Əvvəllər bu mövzuda müxtəlif fikirlər səslənibsə, bu dəfə ümumi razılığa gəlmək daha asan olacaq. Hər kəs öz mövqeyini qorusa da, heç kim mübahisəni dərinləşdirmək istəməyəcək. Günün əvvəlində bir neçə insanın bir araya gələrək ortaq məqsəd üçün çalışması xüsusilə yaxşı nəticə verəcək. Bir işi tək başına görmək üçün sərf edəcəyiniz vaxtı komanda şəklində işləməklə əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Ailə üzvlərindən biri, dost və ya həmkar sizə kömək təklif edərsə, bunu qəbul etməkdən çəkinməyin. Başqasının dəstəyinə ehtiyac duymaq zəiflik deyil. Əksinə, düzgün insanlarla əməkdaşlıq etmək bugün sizi daha sürətli nəticəyə aparacaq. Maraqlıdır ki, fikir ayrılığı yarana biləcək mövzular belə bugün böyük münaqişəyə çevrilməyəcək. Siz əvvəlkindən daha səbirli və anlayışlı olacaqsınız. Qarşı tərəfin fikri sizin düşüncələrinizlə üst-üstə düşməsə belə, onu dərhal səhv hesab etməyəcəksiniz. Bu münasibətiniz ətrafınızdakı insanların da sizə daha böyük hörmətlə yanaşmasına səbəb olacaq. Xüsusilə əvvəllər dil tapmaqda çətinlik çəkdiyiniz insanlarla münasibətlərdə dəyişiklik hiss edə bilərsiniz. Keçmişdə aranızda gərginlik olmuş bir insanla bugün daha sakit və normal söhbət etmək mümkün olacaq. Bəlkə də əvvəllər bir-birinizi düzgün anlamamısınız. Bugün isə qarşı tərəfin mövqeyini daha yaxşı başa düşə bilərsiniz. Hətta həmin insan gələcəkdə sizin üçün faydalı tərəfdaşa çevrilə bilər. İş və karyera baxımından günün ilk yarısı əməkdaşlıq üçün əlverişlidir. Əgər kollektivdə mühüm bir məsələni həll etməyə çalışırsınızsa, həmkarlarınızın dəstəyini almaq daha asan olacaq. Rəhbərliklə danışmaq, yeni fikir təqdim etmək və ya iş bölgüsü ilə bağlı təklif vermək üçün də uyğun vaxtdır. İnsanlar sizin fikirlərinizə qulaq asmağa daha meyilli olacaqlar. Əgər uzun müddətdir təxirə saldığınız bir iş varsa, onu bugün komanda şəklində həll etməyə çalışın. Siz bütün məsuliyyəti üzərinizə götürmədən də yaxşı nəticə əldə edə bilərsiniz. Hər kəsin bacardığı işi görməsi ümumi nəticəni daha keyfiyyətli edəcək. Bu yanaşma həm vaxtınıza qənaət edəcək, həm də sizi lazımsız yorğunluqdan qoruyacaq. Maliyyə məsələlərində də ailə ilə birlikdə qərar vermək faydalı ola bilər. Böyük alış-veriş, əmlak, evlə bağlı xərc və ya gələcək üçün maliyyə planı haqqında düşünürsünüzsə, yaxınlarınızın fikrini dinləyin. Bugün müxtəlif baxışları bir araya gətirmək daha asan olacaq. Ən vacibi isə emosional qərarlardan uzaq durmaqdır. Birlikdə müzakirə etdikdə daha düzgün seçim etmək ehtimalınız yüksələcək. Günün ikinci yarısı isə tamamilə başqa məqsədlərə xidmət edəcək. Bu saatlarda iş və məsuliyyətlərdən bir qədər uzaqlaşmaq, daxili tarazlığınızı bərpa etmək və dincəlmək üçün özünüzə vaxt ayırmaq yaxşı olar. Son günlər çox işləyən və müxtəlif problemlərlə məşğul olan oğlaqlar xüsusilə buna ehtiyac duyacaqlar. Dolça. Bugün dolçalar üçün uzun müddətdir gözlədikləri rahatlıq, nikbinlik və yeni imkanlarla dolu günlərdən biri ola bilər. Həyatınızın demək olar ki, bütün sahələrində müsbət dəyişikliklərin təsirini hiss edəcəksiniz. Sanki son vaxtlar yolunuzda dayanan bəzi maneələr tədricən aradan qalxacaq və qarşıda daha geniş seçim imkanları yaranacaq. Ən əsası isə bugün yalnız xəyal qurmaqla kifayətlənməyəcək, düşündüyünüz bir çox planı real şəkildə həyata keçirmək üçün əlverişli şərait tapacaqsınız. Əgər uzun müddətdir təxirə saldığınız bir iş varsa, bugün ona başlamaq üçün çox münasib zamandır. Bəzi dolçalar bir müddətdir qərar verməkdə çətinlik çəkdikləri məsələ ilə bağlı nəhayət konkret seçim edə biləcəklər. Hadisələrin gedişi sizə hansı istiqamətdə hərəkət etməli olduğunuzu göstərəcək.
Əvvəllər qarışıq və qeyri-müəyyən görünən vəziyyət indi daha aydın olacaq. Xüsusilə sizin üçün çox vacib olan sahədə yeni imkanların yaranması mümkündür. Bu, iş, karyera, maliyyə, şəxsi münasibətlər və ya uzun müddətdir reallaşdırmaq istədiyiniz şəxsi məqsədlə bağlı ola bilər. Qarşınıza çıxan fürsəti dərhal qiymətləndirmək və onu əldən verməmək vacibdir. Bəzən böyük dəyişikliklər çox sadə görünən bir təklifdən və ya təsadüfi bir söhbətdən başlayır. İş və karyera sahəsində uğurlu nəticələr əldə etmək ehtimalınız yüksəkdir. Rəhbərlikdən dəstək ala, yeni layihədə iştirak edə və ya bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı imkan qazana bilərsiniz. Əgər son vaxtlar əməyinizin kifayət qədər qiymətləndirilmədiyini düşünürdünüzsə, bugün vəziyyət dəyişə bilər. Sizin gördüyünüz işin əhəmiyyəti daha aydın görünəcək və insanlar bacarıqlarınıza əvvəlkindən daha çox diqqət yetirəcəklər. Yeni iş axtaran dolçalar üçün də maraqlı xəbərlər mümkündür. Gözləmədiyiniz bir yerdən təklif ala və ya əvvəllər müraciət etdiyiniz işlə bağlı müsbət cavab eşidə bilərsiniz. Təklif ilk baxışdan cəlbedici görünəcəksə, onun bütün şərtlərini diqqətlə nəzərdən keçirin. Yeni başlanğıc etmək üçün yaxşı vaxtdır, amma qərar verərkən yalnız emosiyalara deyil, real imkanlara da diqqət yetirin. Maliyyə baxımından gün sabit və ümidverici görünür. Əlavə gəlir əldə etmək üçün yeni imkanlar yarana bilər. Bəzi dolçalar gələcəkdə qazanc gətirəcək layihə haqqında düşünə və ya yeni əməkdaşlıq təklifi ala bilərlər. Bugün böyük dəyişikliklər üçün ilk addımı atmaq mümkündür. Lakin gəlirin artması ilə xərclərin də artmasına imkan verməyin. Əldə etdiyiniz əlavə vəsaiti düzgün idarə etmək gələcəkdə daha böyük maliyyə rahatlığı yaradacaq. Balıqlar. Bugün balıqlar üçün adi günlərdən bir qədər fərqli keçəcək. Adətən hisslərinə və intuisiyasına daha çox güvənən balıqlar bu dəfə özlərini son dərəcə praktik, qətiyyətli və məqsədyönlü aparacaqlar. Qarşınıza hansısa problem çıxarsa, uzun müddət düşünərək tərəddüd etmək əvəzinə dərhal onun həlli yollarını axtarmağa başlayacaqsınız. Hətta elə bir ovqat yaranacaq ki, sanki ətrafınızdakı bütün problemləri həll etmək sizin üzərinizə düşüb. Dünya həqiqətən xilasa ehtiyac duysaydı, bugün onu xilas etməyə hazır olduğunuzu düşünə bilərsiniz. Ən maraqlısı isə odur ki, bu qətiyyət yalnız şəxsi məqsədlərinizlə məhdudlaşmayacaq. Başqalarına faydalı olmaq, yaxınlarınıza dəstək vermək və ehtiyacı olan insanın yanında dayanmaq istəyiniz güclənəcək. Kiminsə problemini həll etmək üçün vaxtınızı ayırmaq, dostunuza məsləhət vermək və ya ailə üzvünüzün çətinliyini yüngülləşdirmək sizin üçün bugün adi bir iş kimi görünəcək. Bəzi balıqlar hətta öz planlarından müəyyən müddətlik imtina etməyə hazır olacaqlar. Məsələn, çoxdan almaq istədiyiniz bir əşyadan vaz keçib həmin vəsaiti yaxın bir insanın ehtiyacına yönəldə bilərsiniz. Başqa bir halda isə öz işinizi təxirə salaraq dostunuzun və ya ailə üzvünüzün problemini həll etməsinə kömək edə bilərsiniz. Bu fədakarlıq sizə ciddi narahatlıq yaratmayacaq. Əksinə, kiməsə real şəkildə kömək etdiyinizi görmək mənəvi rahatlıq verəcək. Lakin burada bir məqamı unutmayın, başqalarına yardım etmək gözəl olsa da, bütün məsuliyyəti öz üzərinizə götürmək lazım deyil. Ətrafınızdakı insanların problemlərini həll etməyə çalışarkən öz ehtiyaclarınızı tamamilə kənara qoymayın. Xüsusilə maliyyə məsələlərində imkanlarınızı düzgün qiymətləndirin. Bir insana kömək etmək üçün öz büdcənizi təhlükə altına atmaq gələcəkdə əlavə çətinlik yarada bilər. İş və karyera sahəsində bu praktik yanaşma sizə böyük üstünlük verəcək. Bugün qarşıya qoyduğunuz məqsədə çatmaq üçün konkret addımlar ata bilərsiniz. Uzun müddətdir təxirə saldığınız bir iş varsa, nəhayət onu başlamaq üçün kifayət qədər motivasiya tapacaqsınız. Sənədləşmə, planlaşdırma, hesablamalar, təşkilati məsələlər və digər diqqət tələb edən işlərdə uğurlu nəticə əldə etmək mümkündür. Əgər iş yerində kimsə sizdən kömək istəyərsə, ona dəstək vermək gələcəkdə sizin üçün də faydalı ola bilər. Həmkarlarınız sizin məsuliyyətli və etibarlı insan olduğunuzu daha yaxşı anlayacaqlar. Lakin başqasının işini tamamilə öz üzərinizə götürməyin. Kömək edin, istiqamət göstərin, amma bütün məsuliyyəti özünüz daşımayın. Maliyyə məsələlərində gün maraqlı qərarlar tələb edə bilər. Qarşınızda şəxsi alış-verişlə yaxın insanın ehtiyacı arasında seçim etmək məcburiyyətində qala bilərsiniz. Bəzi balıqlar öz istəklərini təxirə salaraq yaxınlarına maddi dəstək göstərməyi seçəcəklər. Bu qərar sizə mənəvi baxımdan rahatlıq gətirə bilər. Bununla belə, bütün maliyyə imkanlarınızı bir anda xərcləmək düzgün deyil.
Kömək edərkən gələcək ehtiyaclarınızı da nəzərə alın. Günün ikinci yarısı isə tamamilə fərqli və daha həyəcanlı olacaq. Xüsusilə sosial mühitdə daha aktiv olmaq faydalıdır. Dəvət aldığınız tədbirə və ya görüşə getmək üçün əvvəlcə tərəddüd etsəniz də sonradan yaxşı ki getdiyinizi düşünə bilərsiniz. Bugün təsadüfi tanışlıq belə gələcəkdə sizin üçün əhəmiyyətli ola bilər. Qarşınızdakı insanın hansı sahədə fəaliyyət göstərdiyini və sizə nə kimi imkanlar təqdim edə biləcəyini əvvəlcədən bilmək mümkün deyil. Gənc balıqlar üçün gün xüsusilə maraqlı keçə bilər. Yeni və qeyri-adi yerlərdə olmaq, müxtəlif insanlarla tanış olmaq və əvvəllər görmədikləri mühitlə qarşılaşmaq ehtimalı var. Bu, həm əyləncə, həm də şəxsi inkişaf baxımından faydalı olacaq. Bəzi gənc balıqlar üçün gün ərzində baş verən bir görüş gələcəkdə təhsil və ya karyera seçimlərinə belə təsir göstərə bilər. Təhsil baxımından isə gün çox əlverişlidir.